Salam dostlar, yenə sizə başıma gələn bir hadisəni göstərəcəyim. Danışacağım bu hadisə barədə. Hadisə mənim sizə göstərdiyim maşın ki var idi. Mənim maşınımın seri rəngi, qrey deyirlər. Həmin maşının nəhayət ki bu səfər günahkar mən deyiləm. Mən svetoforda dayandığım halda biri gəldi arxadan vurdu. Arxa sağ tərəfdən maşını vurdu. Maşının buferi girdi içəriyə. Orada hansısa panelləri zədələdi bilirəm. Çünki avariya vaxtı səs böyük oldu. Mən sadəcə qırmızı işıqda dayanmışdım. Qaqaş gəldi, sağ olsun, qaradərli qardaşlarımız da idi, gəldi, vurdu. Heç nə yoxdur, deyir, heç nə yoxdur. Nə insan polisidir, heç nə yoxdur. Dedim, bu dəqiqə, heç nə yoxdur. Gözlə. Baxın, sizə dedim ki, polis görəndə saxlayır, içində tək olan adamları. Baxın, görürsünüz, solda saxlayıb. Təkdir, girib o yola polis tutub saxlayıb. Belənsin. Birazdan o körpüsünə yaxınlaşırıq. Burada körpünü iki cürə keçə bilirsən. Var yuxarı mərtəbə, aşağı mərtəbə. Burada yazılıb. Mən adətən yuxarıdan keçirəm. Aşağıdan daha rahatdır keçmək əslində. Amma mən adətən yuxarıdan keçirəm. Aşağıdan niyə rahatdır? Çünki hamısı yuxarıdan keçir. Aşağı çox vaxt boş olur keçid üçün. Mən sadəcə yuxarıdan keçəndə mənzərə xoşuma gəlir deyə mən çalışıram ki, yuxarıdan keçim. Bir New York'a gəlib qayıtmaq mənə 50-60 dollar arası başa gəlir. Təkcə pullu yolun qiymətini deyirəm sizə. Hələ benzini demirəm. Benzini demirəm, doktor. Budur, gəlirik Verrazano körpüsünə. Bu bizi Brooklyn'a aparan keçiddir. Bu getdiyim yolda asfaltın üzərində yazılıb Belt Parkway Exit Only. Deyir, Belt Parkway'ə çıxışdı ancaq buradan. Yəni, burayla gedirsən, ancaq o yolu getməlisən. Körpüdür, qəşəng körpüdür, xoşuma gəlir. Nəzə təmir ediblər, kraskalayıblar daha doğrusu. Bəzi yerlərində hələ təmir gedir. Bu da Türk firmasıdır, yəqin, məribə. Burada yazıb, ancaq minik avtomobilləri gedə bilər. Burada yazıb Passenger Cars Only. Yalnız minik avtomobilləri. Nişanların gözəl bir forması var burada. Yəni, məlumat o qədər verir ki sənə nişanlar. Sən səhv eləmə ehtimalın əgər varsa da artıq o problem sənin öz problemin. Brooklyn'də nəqliyyat bildiyiniz Bakıdakı kimidir. Sürənlər də Bakıdakı kimidir. Nəqliyyat sıxlığı da Bakıdakı kimidir. Bildiyiniz bu formadadır. Baxın, görürsünüz, körpü 2 mərtəbəlidir. Bir yuxarısı, bir aşağısı var. Hər 2 mərtəbə eyni istiqamətə gedir. Sadəcə kimsə yuxarıdan gedir, kimsə aşağıdan gedir. Bu sıxlığı bir növ aradan qaldırmaq üçündür də. Yəni, eyni istiqamətə 2 yol çəkir, yuxarılı, aşağılı. Bu da gözəl məntiqdir. Belə dedir, belə götürək, məsəl üçün, Karl Marx'da körpünün, tunelin belə eləyərsən ki, 2 mərtəbəli probkanı azaldarsan. Məsəl üçün deyirəm, doğru. Çıxdıq Belt Parkway-ə, bəli. Bu
burada okeanın kənarında qaçırlar, idman edirlər, velosiped sürürlər, balıq tuturlar, hər bir şey. New York'a gəldimsə, Brooklyn'e girdimsə, başlayıram Bakıdakı kimi sürməyə. Çünki burada başqa cür sürmək olmur. Sən burada qanunla sürəndə, yəni səliqə ilə yavaş-yavaş sürəndə dalda qalırsan, getməli olduğun yerə çox gec gedirsən, ona görə kolxozu sürməyə üstünlük verirəm burada və belənçinə sürəndə, kolxozu sürəndə istədiyim yerə daha tez və vaxtında çatıram. Bu qabaqda gördüyünüz maşının nömrəsi, baxın, TLC-dir, sarıdır. Baxın, sarı nömrədir. TLC New York'da taksilik eləmək üçün olan nömrədir. Bu nömrələri New York'da taksiyə arendaya verirlər. Aylıq 1200-ə, 1500-ə dollara arendaya verirlər bu nömrəni. Çünki bu nömrəni indi almaq çətindir. Arendaya verirlər və insanlar götürüb belə New York'da taksilik eləyir kiminsə nömrəsi ilə. Odur ki, rahatdır burada, yəni taksi işləmək də rahatdır. Səhv gedirdim az qala. New York belədir, New York'a gəlirsən, sıxlıq. İnsanlar New York'da ümumiyyətlə necə yaşayırlar mı onu anlamıram. Mən burada qala bilmədim, ay yarım yaşadım burada. Çox ürəyim sıxıldı, amma New York'un gözəl bir xüsusiyyəti var. Onlar nədir sizə deyim. Bu gördüyünüz Brooklyn Bridge'lər, New York'un körpüləri. Burada New York'un Brooklyn ərazisində çox filmlər var. Həmin bu körpülərin altında. Körpülər nə körpülərdir? Qatar körpüləridir. Bu, belə deyim də, bizim dildə metrolar. Şəhərin içində gedən metrolarıdır. Bizdə yerin altında gedir, bunlar da üstündə gedir, belənçinə. Bu, həmin bu dəmir yolların altında çox şeylər var, çox filmlər çəkilib. İndi onları bilmirəm dəqiq hansılardır, amma biraz araşdırıb tapmaq olar. Brooklyn'də çəkilən filmlər silsiləsi. Burada sizə bir şey göstərim. Bu gördüyünüz, bu qabaqdakı, sağdakı restoran adı Baku Palace'dır. Bu gördüyünüz sağdakı böyük ağ bina adı Baku Palace'dır. Azərbaycanlıların restoranıdır. Burada Azərbaycan yeməkləri, Azərbaycan təamları, hər bir şey var. Toylar, şadlıq evləri, şadlıq evi kimi, toy, restoran kimi fəaliyyət göstərir. Həm gündəlik restoran kimi, həm də şadlıq evi kimi məncə fəaliyyət göstərir. Heç vaxt olmamışam, amma bir dəfə olaram orada da yəqin ki. Brooklyn'də, şəhərin içində sürət həddi əksəriyyət yerlərdə 25-dir. Yəni 25 maildir. Bu da bizim sürətlə yəqin ki 35-40 kilometr eləyir. Burada çoxdur radarlar şəhərin içində. Çünki nəyə görə radarlar çoxdur və nəyə görə mən yaşadığım yerdə radarlar yoxdur? Səbəb insanlardır. Brooklyn'də baxın, sol tərəfdə radar var. Görürsünüz. Çünki burada əksəriyyət insanlar SNG-dir. Bu McLaren'dir deyəsən. Burada belə şeylər rahat görürsən də. Çünki insanlar, buradakı insanlar bizdə Azərbaycanda necə qayda pozurlarsa, eyni şey buradadır. Yəni burada yaşayanlar əksəriyyət SNG olduğuna görə, əksəriyyət gəlmələr olduğuna görə, təbiidir onların Azərbaycanda və yaxud Türkiyədə və yaxud Rusiyada necə qayda pozmağa həvəsli olduqların, baxın burada da solda radardır. Necə qayda pozmağa həvəsli olduqların nəzərə alsaq, eyni şey Brooklyn'də də həmin şeydir. Yəni Amerikaya gəldi, insan dəyişmir. İnsanlar olduğu kimi olur hər yerdə. Sadəcə bəzi yerlərdə insanların özünü göstərməyə imkanlar, şərait əl verir, bəzi yerlərdə əl vermir. Məsələn deyirlər ki, insan gəldi Amerikaya, dəyişdi. Xeyr, o insan dəyişmir. Elə şey yoxdur insan dəyişsin.
O sadəcə Azərbaycanda onun imkanı yox idi. Özün bir uza versin, göstərsin. Amerikada o imkanı var özün göstərməyə, bir uza verməyə, özün göstərir sadəcə. Amma o dəyişməyib. Yəni nə insan pullanıb dəyişir, nə kasıblanıb dəyişir. Bunlar heç biri baş vermir. İnsanın xarakteri olduğu kimidir. Sadəcə bəzən olur, məsəl üçün başqa yerdə öz yerində utanır, kim nə deyər, cəmaət nə düşünərə görə özün boğur, saxlayır. Bəzi yerdə ki, heç kim heç nə deməz, istədiyimi eləyə bilərəm, şəraiti gələndə o özün rahat göstərə bilir. Və ona görə Amerikada başqa yerlərdən, təkcə Azərbaycan yox, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan hardan gəlir gəlsin. Yəni o insanlar öz ölkələrində necə edilərsə, burada da elədilər. Burada heç nə dəyişdirmir onları. Heç bir Amerika mədəniyyəti onları dəyişdirmir. Öz üzərində dəyişiklik aparmaq istəyən insanlar, onlar təbii ki, necə Azərbaycanda öz üzərində işləməyə çalışırdılar, özlərini düzəltməyə çalışırdılar. Amerikada onlar üçün münbit mühit var. Çox rahat mühit var ki, özlərin daha tez, daha rahat düzəltsinlər. Yəni daha insani olsunlar, daha əhliləşmiş olsunlar, belə deyim. Yəni qrubu səslənir, amma belədir. Yəni kobud səslənir, amma belədir. Reallığı budur. Beləsinə Brooklyn mənə görə çox ürək sıxıcıdır. Brooklyndə çox yəhudilər var. Ümumiyyətlə Amerikada dəhşət yəhudilər var. Yəni İsraildə bu qədər yəhudi yoxdur. Hamısı Amerikadadır deyə bilərəm. Brooklyndə, New Yorkda ümumiyyətlə aeroporta gedirsən, New York aeroportuna gedirsən və yaxud JFK aeroportuna gedirsən, görürsən ki, ancaq yəhudiləri görürsən də, İsrail millətini görürsən. Çünki hamısı bu ərazilərdə yaşayırlar. Əksəriyyəti burada yaşayanlar çoxu yəhudilərdir və bu qabaqda hal-hazırda dayanan avtobus belə onların məktəbinin avtobusudur, bu sarı avtobus. Yaxından keçəndə görərsiniz. Brooklyndən xoşuma gəlməməyinin, Brooklynin xoşuma gəlməməyinin səbəblərindən biri də odur ki, çox sıxdır, bildiyiniz Bakı kimi sıxdır və insan çoxdur. Mənim xoşum gəlmir, insan çox olan yer. Mən ona görə Bakıda da heç yaşaya bilmirdim. İşimə görə Bakıdan kənarda olurdum deyə ona görə bir təhər dözürdüm, amma mən məsəl üçün burada dözə bilmədim, burada işləyə bilmədim, burada yaşaya bilmədim. Çox sıxdır. Buralar indi adamlar belə də görmürsünüz, amma indi işlədilər də səhər tezdəndir. İndi birazdan abeddən sonra küçələr dolacaq, adamlar çoxalır. Gəl indi burada yaşa da. Burada hansı parka gedəsən, harda gəzəsən. Yəni o qədər sıxdır ki bu yanlar. Ona görə mənim xoşuma gəlmir. Bilmirəm, cəmaatın, gələn insanların çoxu can atır. Bura can atırlar, Washington DC-yə can atırlar. Hamı çalışır ki, elə yerlərə getsin ki, o yerlər adlı sanlıdır da. Yəni Washingtonda yaşayıram, nə bilim New Yorkda yaşayıram. Heç kim çalışmır ki, belə gözəl təbiəti olan, gözəl, nə bilim, bilməm, mənə belə gəlir. Mən düşünürəm ki, yaşadığın yer sənə rahat nəfəs ala bilməlisən də, yaşadığın yerdə. Gözəl olmalıdır, rahat olmalısın orada, yəni komfortlu olmalısın, mən belə düşünürəm. Mənə görə şəhər tipli yerlər yaşamaq üçündür də, komfortludur yaşamaq üçün. Amma insanlar yaşayır da, bilmirəm. Mən ona görə çox insandan fikrim üst-üstə gəlmir. Baxın, yollarda bu speed bumplar ki var, bu nədir? Sürətin qabağını almaq üçün şeylərdir. Bu hündür belə adacıqlardır, belə oynaya-oynaya qalxırsan, düşürsən, qalxırsan, düşürsən. Baxın, burada Amerikada ən böyük problem, mənim rastlaşdığım ən böyük problemlərdən biri yollarda nədir? Lüklardır, yollarda lüklar əksər yerdə normaldır, anormaldır. Yəni yama şəklindədir.
Sən ora düşürsən. Mənim yadımdadır ki, Bakıda əvvəl belə idi, sonra başladılar onları düzəltməyə, yəni yolla bərabər eləməyə. Burada çox yollarda hələ ki yamadır, amma burada da çalışırlar onu düzəltsinlər. Ona görə bu mənim xoşuma gəlməyən bir şeydir. Yol cəhətdən zəifdirlər, geridədirlər yol cəhətdən. Yol cəhətdən düşünürəm ki, bəlkə Avropa irəlidədir, bilmirəm, amma mən gördüyüm Azərbaycanla müqayisədə, Azərbaycanın yolları ilə müqayisədə bizdə belə bir şey var Azərbaycanda, artıq belə bir tendensiya var, belə deyim. Mən orada olduğum vaxtda Azərbaycanda gördüyüm nə idi? Gördüyüm o idi ki, yollar daha çox ya düzdür, ya da xarabdır. Yəni yarı-yarımçılıq çox az olurdu. Ya düz olurdu, ya xarab olurdu. Burada nə düzdür, nə xarabdır. Yəni yamalı yollardır. Yamaqları çox kobuddur. Xüsusən o mən olduğum yerlərdə, o Filadelfiya ərazisində yamaqları elə qoyublar ki yollara. Elə bil ki belə ürəkləri istəməyib işləmək, məcbur işləyiblər. Yəni o qədər belə kobud yamaqları qoyurlar. Yamaqlar birinci hündür olur, sonra asfaltın səviyyəsindən aşağı düşür. Birinci hündür olur, bamp kimi üstündən tam atlanırsan, sonra alçaq olur, içinə yama kimi düşürsən. O şeydir də, presləmirlər onu. Sadəcə tökürlər, belə üstündən keçirlər, qutayardı. Ona görə belə olur. Yəni heç kimin vecinə deyir o. Yəni belənçinə elə basırlar, gedir də. Budur, çatıram. Agil Usta'nı görürəm qabaqda, Agil Usta. Gəldim, çatdım. Gördüğünüz kimi bu hissədir. Ustalar düzəldirlər. Daha doğrusu sökürlər, sonra düzəldəcəklər. Sonra da maşınımız olacaq hazır. Belə dostlar, maşın hazırdır. Sağ olsun Orxan və Agil. Belə göstərim sizə uzaqdan. Bu formada düzəltdilər. Bu ferin altında bir yer vardı ki, əzilmişdi. Onu düzəltdilər, qoydular yerinə. Sonra bu ferin bəzi şeyləri sınmışdı. Onları düzəltdilər, bağladılar yerinə. Beləsinə bitdi. İndi qayıdıram təzədən Pensilvaniyaya. Bu da bir macəram. Brooklyn'dən sizə sağ ol deyirəm.